Cemaat. Şəhidlərimizin ruhu xatirinə diye dua verək inşallah. Allah subhanahu ta'ala da dedi, Peyğəmbərimizin sünnəsinə gəlir ki, dua müminin silahıdır. Dua ibadətin özüdür. Hatta dualarınız olmasa Allah katında ne değerlidir. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Lillahi Teala'l-Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim. Sıratellezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddâllin. Amin ya Rabbi. Allah sabır versin. Allah'a yakın Allah cümle hamdülillah. Şəhid yaxınları, dəyərli qonaqlar və hörmətli kənd sakinləri. Bugün biz burada Almalı kəndinin qəhrəman oğullarından biri olan vətənimizin igid müdafiəçisi şəhid Rəvan Bünyadlının anım günü üçün toplaşmışıq. Rəvan və cəmi şəhidlərimiz vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü, onların hər bir düşməndən qorunması üçün canlarını fəda edərək adlarını əbədi olaraq xalqımızın yaddaşına yazdırdılar. Bu oğullar xalqımızın iftixarı, gəncliyimizin örnəyidirlər. Şəhidlik zirvəsi uca zirvədir. Bu zirvəyə yalnız vətənini, torpağını canından çox sevənlər yüksəlir. Gəlin vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Almalı kəndində anadan olan Rəvan Bünyadlı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan ordusunun əskəri olan Rəvan Bünyadlı 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Su qovşanının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəvan Bünyadlı sentyabrın 27-sində Su qovşan döyüşləri zamanı Mübariz İbrahimovun şəhid olduğu post istiqamətində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və sücayət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra Laçının azad olunmasına görə medalı ilə təltif edilmişdir. Eyni zamanda Azərbaycanın Su qovşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücayət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2020-ci il tarixli sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra Su qovşanın azad olunmasına görə medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. İndi isə çıxış üçün şəhidimizin valideynlərinə söz veririk. Hamınızı salamlayıram bugünkü gündə. Tədbirimizdə iştirak etdiyinizə görə hamınıza təşəkkür edirəm. Mənim şəhid atalarım, şəhid analarım, şəhid bacılarım, şəhid yarlarım. Bugün bizim ailə üçün ən acı günlərdən birisidir. Bugün Rəvanımızın 27 sentyabrda müharibə başladı, həmən gün şəhid olduğu. Bugün də doğulduğu torpaqda, özü böyə başa çatdığı Almalı torpağında şəhid torpağa tapşırıldığı gündür. Bir ana kimi acıdır məndən ötəri Rəvan haqqında danışmaq. Rəvan evimizin son beşiyidir. Rəvan həm son beşiyi idi, həm də çox şıltaq idi. Ən sevimli evladdan birisi idi. Evladı seçməzlərdi, evladı, ana, ata evladı seçməz. Amma Rəvan evimizin son beşiyi şirin diliyle kəndimizdə, yəni kənd cəmaatı da çox gözəl onun haqqında soruşanda deyirlər, Rəvan gülərüz, mehriban, hər bir kəsin hörmətini qazandı Rəvan.
Orta məktəbdə də, bağçada da hamı çox istəyirdi Rəvanı. Müəllimələri Rəvan haqqında çox gözəl danışırlar. Deyirlər Rəvan bir də heç vaxt Rəvandan gəlinməyəsdir. Düzdür, Rəvanlar doğulur, analar doğulur, Məhəmmədlər doğulur. Amma o şəhid olmuş evladlar heç vaxt geri qayıtmır. Mənimlə bərabər burada iştirak edən bütün hər bir kəsə çox sağ olun deyirəm. Hər birimizə çoxlu səbr arzulayıram. İllərindən asılı olmayaq, bütün şəhid balalarımızın qarşısında bir şəhid anası, Rəvan Bünyadının anası olaraq qarşılarında baş əyirəm. Allah indən sonra heç bir anaya biz çəkdiyimiz acıdan verməsin. Heç bir ananı balası bayrağa pükülüb, heç bir ataya bayrağı öp qucaqla sözü deyilməsin. Çünki ağır acıdır. İndən sonra heç bir şəhid olmasın. Səngərdə duran evladlarımız var, əskər balalarımız, zabitlərimiz var. Onları Allah qorusun. Qazi balalarımız var. Allah onlara can sağlığı versin. Allah onları qorusun, vətənimizi qorusun, prezidentimizi qorusun. Çox sağ olsun ki, prezidentimiz biz şəhid ailələrinə çox gözəl dəyər verir. Allah canını sağ eləsin. Bütün analara da mənimlə bərabər, bütün atalara da hamısına dərin hüzurla baş sağlığı verirəm. Hamımıza çoxlu səbr arzulayıram. Çox sağ olun ki, bugünkü gündə bizim ailəmizi tək qoymadı. Sağ olun.